Bəli, əziz izləyicilərimiz, əziz tamaşaçılarımız, hörmətli valideynlərimiz. Mən bu günlərim Sal Kəlbəcəri yenə də Azərbaycanımızın gözəl qonaqpərvər rayonlarından biri olan Qəbələ rayonundayım. Böyük Əmli kəndindəyik. Çoxlu sayda şagirdlərdən, tələbələrdən, valideynlərdən sorğular apardıq. Hər kəs bizə gözəl və nümunəvi, qabaqcıl, təqaüdlü olan bir müəllimin adını bizə dedilər. O müəllim istəyirəm ki, öz-özünü təqdim eləsin. Adınız, soyadınız? Gözəlov Hüsaməddin Xəsənmədoğlu. Çox gözəl. Hüsaməddin müəllim, neçə il təhsil sahəsində çalışmısınız? Mən 43 il təhsil sahəsində çalışmışam. Hansı fənn tədris eləmisiniz? Riyaziyyat fənnini tədris eləmişəm. Və biz bildiyimizə görə siz həm də rəhbər vəzifələrində çalışmışsınız. Bəli, mən əvvəllər Sovet dövründə komsomol aktyorlarından olmuşam. Komsomolun fəallarından olmuşam. Məktəb komsomol təşkilatı və dərslimə ilə bərabər. Sonraki illərdə bir neçə il məktəb direktoru işləmişəm. Məktəbdə sonralar müavində işləmişəm. Amma uzun illər riyaziyyat fənnini tədris eləmişəm. Çox gözəl. İndi hal-hazırda neçə yaşınız var? Hal-hazırda 72 yaşım var. Çoxlu şagirdlərim ali məktəblərə qəbul olublar. Mən onlarla fəxr eləmişəm və mən həyatda hiss eləmişəm ki, valideynlər və dərs dediyim şagirdlər həmişə məndən fəxr eləyiblər, həmişə məni çox istəyiblər və mənə əzizləyiblər. Çox gözəl. Siz kimlərlə fəxr edirsiniz? Onlarla fəxr eləmişəm, şagirdlərim və valideynlərim. Həm də biz bilirik ki, siz gözəl atasınız, gözəl babasınız, gözəl ağsaqqalsınız. Neçə övladınız var? 3 evladım var. Adları? Bayram, Şahanə və Nuranə. Bayram bəy hansı sahədə çalışırsınız? Bayram bəy hal-hazırda Hacarlı kənd bələdiyyəsinin sədridir. Əvvəllərdə bələdiyyə sahəsində işləmiş, əvvəlki 5 illikdə. Hal-hazırda bələdiyyə sədri işləyir, ali təhsillidir. Qızımın biri ali təhsillidir, Şahanə tarix müəllimidir. Hal-hazırda işləməsə də fənnini dərindən bilir və fənnini çox sevir. Müstəqil şagird hazırlayır və öz fənni üzərində daim işləyir. Həyat yoldaşınız haqqında demədiniz. Həyat yoldaşınızın adı? Həyat yoldaşım Gözəlova Raziyə İsməddin qızı. Bəli. O da bilirik mühasib işləyib. Bəli, uzun illər, 25 ildən artıq əvvəllər kino birliyində, sonra isə kəndimizdə olan Səməd Ruhunla kolxozda mühasib köməkçisi işləyib. Hal-hazırda evdar qadındır, işləmir. Allah təala sizə uzun ömür, can sağlığı versin. Bu gün 2025-ci il 17 dekabr tarixidir. Hörmətli izləyicilərimiz, qarşısından yeni il də gəlir. Dünya Həmrəylik günü gəlir müsəlmanların və biz Azərbaycanlıların. Biz müəllimə uzun ömür, can sağlığı arzu edirik. Arzu edirik ki, inşallah müəllimin biz 75, 80, 90 yaşında bizim əməkdaşlarımız gəlib gözəl müsahibə götürsün. Allah təala sizə uzun ömür, can sağlığı versin müəllim. Çox sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. Allah sizlərə ömür versin, gənclərə ömür versin. Gənclərimizlə fəxr edək həmişə. Bugünkü gənclərimiz doğrudan da fəxr eləməlidirlər. Böyük əksəriyyəti intizamlı, böyük kiçik biləndir. Və biz də istəyərik ki, gələcəkdə gənclərimiz daha nümunəvi, daha sağlam əqidəli olsunlar. Çox sağ olun. Biz də sizə təşəkkür edirəm. Mən öz adımdan, ailəm adından sizə təşəkkür edirəm və mənə istiqamət verən, sizi bura göndərən, istiqamət verən hər bir kəsə də öz təşəkkürümü bildirirəm ki, onlar doğrudan düzgün yol seçiblər. Çox sağ olun. Minnətdaram, dərin təşəkkür edirəm. Bugündən bu kənddən biz bir neçə ziyalılarla görüşdük. Mənfi fikirlərimiz də oldu, müsbət fikirlərimiz də oldu, müəllim haqqında da gözəl fikirlərimiz oldu. Təşəkkürlər, minnətdaram.